Etibarın sükutla davıldığı anlar. Dostluk maskası arkasında gizlenen marakların psixoloji anatomiyası. İnsan hayatında elə məqamlar olur ki, en ağır zərbəni düşməndən değil, dost bildiğinden alır. Çünkü düşmənin zərbə vuracağı gözləniləndir. Dostun vurduğu zərbə ise insanın təkcə qəlbini değil, dünya görüşünü de yaralayır. Bu adi xəyanət değil, bu etimadın səssiz şekilde sökülmesi, münasibətlərin içten çürümesi, bir insanın başka bir insanın səmimiyyətindən istifadə etmesinin en ağrılı formasıdır. Muasir cəmiyyətin en büyük mənəvi problemlərindən biri münasibətlərin mahiyyətini dəyişməsidir. Dostluq artıq bir çox hallarda mənəvi bağ yox, situativ maraq platformasına çevrilir. İnsanlar bir-birinə ürəklə değil, fayda prizmasından yanaşmağa başlayır. Bu yanaşma ise zaman keçdikcə münasibətləri içi boş qabığa çevirir. Bir münasebetin dağılması həmişə gürültü ilə baş vermir. Bəzən en büyük kırılmalar səssiz baş verir. Sözler değişmir, salam-kəlam qalır. Hətta zahiri münasibət davam edir. Amma etibar görünməz şekilde çatlayır. Ve həmin çatlar bir gün uçuruma çevrilir. Yalanın gündəlikləşir. Etibarın dağılmasının ilk əlaməti yalanın adiləşməsidir. Bir insan her gün müxtəlif bəhanələr gətirirsə, verdiği sözler reallıqla üst-üste düşmürsə, davranışlarında ardıcıllıq yoxdursa, bu artıq təsadüf değil. Psixologlar bunu mənfəət yönümlü manipulativ adaptasiya adlandırırlar. Belə insanlar münasibətləri qorumaq üçün yox, ondan maksimum faydalanmaq üçün davranışlarını dəyişirlər. Onların məqsədi dostluğu yaşatmaq değil, dostluq görüntüsünü saxlayaraq şəxsi maraqlarını təmin etməkdir. En təhlükəli tərəf odur ki, bu proses birdən başlamır. Kiçik yalanlarla başlayır. Maşın xarab oldu. Şəxsi işim çıxdı. Bugün alınmadı. Oranı tanımıram, sen git. Mən orada olmuşam. İlk baxışdan adi görünən bu cümleler zaman keçdikcə bir sisteme çevrilir. Ve insan sonradan anlayır ki, burada təsadüf yox, planlı yayınma varmış. Yalan bir dəfə danışıldıqda səhv ola bilər. Tekrarlananda seçime çevrilir. Birgə yol gedirmiş kimi görünmek, münasibətlerde manipülasyanın en ince formalarından biri, yanında olmaq görüntüsü yaratmaktır. Bəzi insanlar sizinle eyni yolda gedirmiş kimi görünür. Ama əslində öz marşrutlarını çoktan müəyyənləşdiriblər. Onlar sizinle addımlayırmış gibi davranırlar. Ama sizi yalnız vasite kimi istifadə edirlər. Bu davranışın mahiyyəti sadədir. Qarşı tərəfin resursundan yararlanmaq. Məsələn, birgə qurulan əmək münasibətində tərəflərdən biri əlaqələrdən, tanışlıqlardan, qazanılan etibardan istifadə edir. Lakin paralel olaraq həmin sistemdən gizli şəkildə özünə ayrıca yol açır. Bu açıq rəqabət deyil, bu səssiz mənimsəmədir. Belə insanlar sizin yanınızda olduqları müddətdə öyrənirlər. Kimlə necə danışmaq, hansı əlaqəyə necə daxil olmaq, hardan hansı faydanı götürmek. Öğrendikten sonra ise artık sizin varlığınıza ihtiyaç duymurlar. En ağrılı tərəfi budur ki, insan bir gün anlayır, yanında yol yoldaşı yok, müşahidəçi var imiş. Cəmiyyətimizdə çox yayılmış bir anlayış var. Kiçik məbləğ, ani qazanç, qısa mənfəət naminə böyük münasibətləri qurban vermək. Bu sadəcə maddi hərislik değil, bu xarakter göstəricisidir. Şəxsiyyət bütövlüyü olan insan, böyük değerleri küçük kazanca değişmez. Çünkü o bilir ki etibar pulla ölçülmür. Amma xarakteri zəif olanlar üçün kiçik məbləğlər belə münasibətləri satmaq üçün kifayət edir. Onlar qısa hesab aparırlar. Buradan nə qazanaram? Bu düşünce tərzi insanı mərhələli şəkildə mənəvi iflasa aparır. Çünkü bugün dostunu kiçik məbləğə satan, sabah başkasını daha böyük məbləğə satacaq. Məbləğin böyüklüyü yox, satışın özü insanı ifşa edir. Gizlətmək cəhdi həqiqətən də həqiqətin etirafıdır. Bir davranış gizlədilirsə, deməli onun yanlış olduğu bilinir. Əgər bir insan etdiyi hərəkətin doğru olduğuna inanırsa, onu gizlətməz. Gizli zənglər, xəlvət görüşlər, danışılanları ört-bastır etmək cəhdləri. Bunlar hamısı daxili etirafdır. Çünkü vicdan insanın içindeki en səssiz hakimdir. O danışmasa da gizlənmək ehtiyacı yaradır. Bir çox hallarda xəyanətin özü qədər onu gizlətmək cəhdi də münasibəti məhv edir. Çünkü burada artıq sadəcə səhv yox, düşünülmüş davranış var. Hiss etmək, görməyin başqa formasıdır.
İnsan münasibətlərində ən güclü siqnallardan biri intuisiya hesab olunur. Bəzən fakt yoxdur, sübut yoxdur, açıq etiraf yoxdur. Amma insan hiss edir. Davranış dəyişir, səmimiyyət azalır, söhbətlərin tonu dəyişir. Gözlər əvvəlki kimi baxmır. Çünki insan beyni minlərlə mikro detalı şüuraltı şəkildə analiz edir. Və nəticədə daxildə bir xəbərdarlıq yaranır. Burada nəsə düz deyil. Bu his çox vaxt səhv etmir. Problem ondadır ki, insanlar çox zaman bunu qəbul etmək istəmirlər. Çünki etibar etdiyin insan haqqında həqiqəti qəbul etmək ağırdır. İnsan çox vaxt qarşısındakı dəyişməyibmiş kimi davranmağa üstünlük verir. Halbuki həqiqət artıq çoxdan dəyişmiş olur. Belə hadisələr ilk baxışda itki kimi görünür. Amma əslində onlar insan həyatının ən vacib dərslərindən biridir. Çünki hər xəyanət bir maskanı çıxarır. Hər yalan bir gerçəyi göstərir. Hər gizli davranış bir xarakteri açır. Bəzən insanlar həyatımıza qalmaq üçün yox, kimdən uzaq durmalı olduğumuzu öyrətmək üçün gəlirlər. Etibar qırıldıqda insan əvvəlcə sarsılır, sonra düşünür, daha sonra isə güclənir. Çünki belə təcrübələr insana ən vacib şeyi öyrədir. Hər yaxın olan dost deyil, hər gülümsəyən səmimi deyil, hər birgə yol gedən həqiqətən səninlə getmir. Münasibətlərin dəyəri birgə qazanılan pulla yox, qorunan etibarla ölçülür. Pul bölünə bilər, iş dəyişə bilər, yollar ayrıla bilər. Amma bir dəfə itirilən etibar çox nadir hallarda geri qayıdır. İnsan həyatında dost seçimi ən ciddi qərarlardan biridir. Çünki dost təkcə yanında duran deyil, arxanca da eyni mövqedə qalandı. Əsl dost sənin olmadığın yerdə də sənə sadiq olandı. Saxta dost isə sənin kölgəndən istifadə edib işığını oğurlamağa çalışandı. Həyatın ən sərt həqiqətlərindən biri budur. Bəzən insanın itirdiyi dost deyil, dost sandığı bir illüziyadır. Və bəzən bir illüziyanın dağılması insanın özünü daha aydın görməsinə səbəb olur. Etibarın dağılış xronikası, prizmasından məsələnin mahiyyətinə yanaşsaq, xəyanət heç vaxt birdən başlamır. Bir münasibətin sonu adətən son hadisə ilə yadda qalır. İnsan çox vaxt düşünür ki, hər şey filan gün, filan sözdən, filan davranışdan sonra bitdi. Əslində isə münasibətlər bir anda dağılmır. Onlar əvvəlcə görünməyən çatlarla başlayır. Ən təhlükəli çatlar isə məhz adi görünən xırdalıqlarda gizlənir. Böyük xəyanətlər əvvəlcə balaca yayınmalar kimi görünür. İnsan həmin an bunu ciddi qəbul etmir. Çünki dostluğun verdiyi kör etimad insanı detalları analiz etməkdən saxlayır. Halbuki münasibətin həqiqi diaqnozu məhz həmin detallarda yatır. Birinci siqnal. Mən burada yeniyəm, sən tək düş. Bu cümlə zahirdə sadə görünə bilər. Amma psixoloji baxımdan burada çox ciddi məna yatır. Birgə işləyən, ortaq qazanc əldə edən iki insan arasında ərazi bölgüsü spontan olmur. Əgər bir tərəf mütəmadi olaraq müəyyən ərazilərə daxil olmaqdan yayınırsa, bu üç səbəbdən baş verir. Ya həqiqətən həmin mühitə adaptasiya olunmayıb, ya da bilərəkdən özünü çəkərək qarşı tərəfi önə verir. Çünki orada sənsiz olub və ya səndən sonra sənsiz olacaq. İkinci variant daha mürəkkəbdir. Çünki burada məqsəd zahirdə passiv görünmək, əslində isə müşahidə aparmaqdır. Burada yeniyəm ifadəsi əslində məsuliyyətdən yayınma pərdəsidir. Bu bir növ psixoloji maskadır. Belə insan həmin anda iki məqsəd güdür. Birincisi, riski sizin üzərinizə atır. İkincisi, sizin necə işlədiyinizi, necə əlaqə qurduğunuzu, hansı münasibətləri formalaşdırdığınızı izləyir. O meydanda görünmür, amma öyrənir. Bütün gələcək planlarını sizin təcrübənizin üzərində qurur. Bu, açıq rəqabətdən daha təhlükəlidir. Çünki rəqib olduğunu bildiyin insanla mübarizə aparmaq olar. Dost maskası taxmış müşahidəçi isə daha dağıdıcıdır. Zəhmət haqqını bölmək, fürsəti gizlətmək. Ən incə məqam budur. O, sizin qazandığınız zəhmət haqqını sizinlə bölürdü. Bu, zahirdə ədalətli əməkdaşlıq təsiri bağışlayırdı. Amma paralel olaraq özü gizli şəkildə ayrıca fəaliyyət göstərirdi. Bu, klassik ikili qazanc modelidir. Belə insanlar ilk mərhələdə bərabər paylaşım görüntüsü yaradırlar ki, etimad formalaşsın. Etimad formalaşdıqdan sonra isə gizli fəaliyyətə başlayırlar. Məntiq sadədir. Açıq münasibətdən gələn gəlir, etibarı qorumaq üçündür. Gizli münasibətlərdən gələn gəlir, şəxsi mənfəət üçündür.
Burada əsas məsələ pul deyil, məsələ niyyətdir. Əgər bir insan dürüstdürsə, gizli qazanc yaratmaz. Şəffaflıq etibarın əsas sütunudur. Gizlilik isə onun qəbrini qazır. Bəhanələrin sistem halına gəlməsinə nəzər yetirsək, bir dəfə gecikmək təsadüfdür. 2 dəfə də ola bilər. Amma müxtəlif formalarda təkrarlanan yayınmalar artıq sistemdir. Maşının xarab olması, şəxsi iş çıxması, gözlənilməz problem, vaxt çatmaması, hər dəfə yeni forma, amma eyni nəticə, işdən yayınma. Psixologiyada buna dəyişkən əsaslandırma mexanizmi deyilir. İnsan həqiqəti gizlətmək istəyəndə eyni bəhanəni təkrar etmir. Çünki ifşa olunacağından qorxur. Bu səbəbdən hər dəfə yeni səbəb yaradır. Məqsəd odur ki, qarşı tərəfdə şübhə ardıcıl xətt üzrə formalaşmasın. Lakin məhz səbəblərin həddən artıq dəyişməsi yalanın əsas göstəricisidir. Doğrunun çox izaha ehtiyacı olmur. Yalan isə daim dekorasiya tələb edir. Ən ağrılı mərhələ sizin tanış etdiyiniz insanlarla gizli əlaqədir. Bu, sadəcə iş etikası pozuntusu deyil. Bu, münasibətin təməl prinsipinin pozulmasıdır. Bir insan sizin vasitənizlə tanıdığı şəxslərlə sizdən gizli əlaqə qurursa, artıq burada təsadüfdən söhbət gedə bilməz. Bu davranışın altında 3 psixoloji faktor dayanır. Bir mənimsəmə instinkti belə insan tanışlığı yaradanı deyil, nəticəni görür. Onun düşüncəsi belə işləyir. Əlaqə artıq qurulubsa, vasitəçiyə ehtiyac yoxdur. Bu, utilitar düşüncədir. İnsanı insan kimi yox, vasitə kimi görməkdir. 2. Gizli rəqabət. Bəzi insanlar zahirdə dost görünür. Daxilən isə sizinlə yarışırlar. Sizin əlaqələriniz, qazancınız, nüfuzunuz onlarda gizli narahatlıq yaradır. Onlar sizin qazandığınızı paylaşmaq yox, onu tam mənimsəmək istəyirlər. Xarakter zəifliyi nöqteyi nəzərindən isə dürüst insan alternativ yol seçər. Açıq danışar. Razılaşma təklif edər. Zəif xarakter isə gizliliyə üstünlük verir. Çünki gizlilik məsuliyyətdən qaçışdır. Əlaqənin qəfil kəsilməsi nə deməkdir? Bu, çox şey deyir. Bir insan ardıcıl olaraq sizdən faydalanıb, sonra birdən əlaqəni minimuma endirirsə, deməli onun üçün münasibətin funksiyası bitib. Bu çox sərt həqiqətdir. Amma reallıq budur. Belə insanlar münasibətə insan kimi yox, layihə kimi, şans kimi, fürsət kimi baxırlar. Layihə bitsə, əlaqə də bitir. Nə zəng, nə maraqlanmaq, nə izah, sükut. Bu sükut təsadüfi deyil. Bu, istifadə müddətinin bitdiyini göstərən davranışdır. Mən hər şeyi görürəm, səssiz müşahidənin gücü özünü biruzə verir. Bəzən insanlar düşünür ki, gizlədə bildilər. Əslində isə unudurlar ki, münasibətdə ən güclü kamera insan yaddaşıdır. Bir baxış, bir gecikmə, bir zəngin tonu, bir mövzudan yayınma, bir süni rahatlıq. Hamısı yadda qalır. İnsan bəzən aylarla susur. Amma hər detalı qeydə alır. Və bir gün bütün mozaika tamamlanır. O zaman aydın olur ki, ayrı-ayrı görünən hadisələr əslində eyni xəttin hissələri imiş. Yalan, yayınma, gizlilik, mənimsəmə, uzaqlaşma, xəyanət. Hamısı eyni ssenarinin mərhələləri. Ən dərin nəticə isə odur ki, belə hadisələrdən sonra insan 2 şey qazanır. Birincisi, itirdiyi illüziya. İkincisi, qazandığı ayıqlıq. İllüziyanı itirmək ağrılıdır. Amma ayıqlıq qiymətsizdir. Çünki bundan sonra insan dostluğu sözlə yox, davranış ardıcıllığı ilə ölçür. Artıq gözəl danışığa yox, xırda detallara diqqət edir. Kim necə gecikir? Kim nəyi gizlədir? Kim kimlə hara gedir? Kim hansı anda məsuliyyətdən yayınır? Kim sizin qazancınıza necə yanaşır? Məhz bu detallar insanın əsl simasını göstərir. Çünki xarakter böyük hadisələrdə yox, kiçik davranışlarda görünür. Nəticə olaraq bir həqiqət dəyişməz qalır. İnsan bəzən qarşısındakını itirmir. Sadəcə onun həqiqi simasını görür. Və bəzən görmək itirməkdən daha ağırdır.
Müəllif Mehman Ənvəroğlu Aynı TV İnformasiya Agentliyi